Salam, hər vaxtınız xeyir olsun. Bugün cinsiyyət sistemi orqanları suallarının izahına baxırıq. Birinci sual. Sağlam qadında aybaşı sikli orta hesabla nə qədər davam edir? 28 günə bərabərdir. Hansı variantda qadın cinsiyyət sisteminin orqanları düzgün sadalanmışdır? Sidik hissəsi olan variant yanlışdır. Toxumluq kişilərə aiddir. Bir yumurtalıq yox, 2 yumurtalıq olmalıydı. Yumurtalıqlar, uşaqlıq boruları, uşaqlıq yolu doğru variantdır. Digər variantda sidik kanalı var deyə bunu da çıxırıq. Hansı variantda kişi cinsiyyət sisteminin orqanları düzgün və daha dolğun göstərilmişdir? Diqqətlə baxırıq. A variantı da uyğundur. B variantı da uyğundur. C variantında sidik axarları olmaz. D variantında diqqətlə baxaq görək, neçə dənə variant uyğun gəlir. Xəyallar, xaya-xacaqlar, prostat vəzi cinsiyyət orqanı. B variantında xəyallar, xaya-xacaqları, toxum kisəcikləri, prostat vəzi cinsiyyət orqanı. Və A ilə B variantına baxdıqda görürük ki, toxum kisəcikləri A variantında verilməyibdir. Ona görə A variantı getdi. B ilə D variantına baxırıq ki, hər ikisində xəyallar, xaya-xacaqları, toxum kisəcikləri, amma D variantında prostat vəzi verilməmişdir. Digər varianta, Y variantına baxdıqda isə burada sidik hissəsi verilmişdir. Ona görə Y variantı getdi. Doğru cavabımız B variantı olacaq. İnsanda toxumluqlar harada yerləşir? Təbii ki, toxumluqlar xəyalıqlarda yerləşmiş olur. Aybaşı siklinin birinci fazası necə adlanır? Aybaşı fazası adlanır. İkinci hissəsi aybaşıdan sonraki faza, sonra isə üçüncü fazası sarı cisim fazasıdır. Aybaşı siklinin ikinci fazası aybaşıdan sonraki faza, bayaq da dediyimiz kimi. Aybaşı siklinin üçüncü fazası isə sarı cisim fazası adlanır. Aybaşı sikli 3 fazadan ibarətdir. Birinci faza aybaşı fazasıdır, ikinci faza aybaşdan sonraki, üçüncü faza isə sarı cisim fazası olmaqla 3 yerə bölünmüş olur. Uşaqlıq boruları haqqında deyilənlərdən hansı düzdür? Yumurta hüceyrənin mayalanması orada baş verir, üşəyimin uşaqlığa düşməsi təmin edilir. Elə bu fikir doğrudur. Tam da uşaqlıq borusuna aid olan xüsusiyyətlərdir. Kişi cinsiyyət sisteminə aiddir. Prostat vəzi tək çanaq boşluğunda yerləşmiş olur. Qadın cinsiyyət sisteminə aiddir. Yumurtalıqlar, qalanlar kişi cinsiyyət sisteminə aiddir. Hipofizdəki hər ikisinə aiddir. Yəni qadın ümumiyyətlə cinsiyyət sistemi deyil. Hipofiz hər iki orqanizmdə də olur. Spermatozoidlər əmələ gəlir. Toxumluqlarda, yumurta hüceyrə yumurtalıqlarda əmələ gəlmiş olur. Normal halda aybaşı sikli 28 gün davam edən yetkin qadın orqanizmində 4 il ərzində hər iki yumurtalığın iştirakı ilə təxminən neçə folikul və neçə yumurta hüceyrə yetişər? 4 il müddətində deyirsə və 28 gün davam edən aybaşı siklindən söhbət gedirsə, deməli 1 ildə 13 dənə folikul, 13 dənə yumurta hüceyrəsi yaranır. 4 ildə isə 13-ü 4-ə vurduqda 52 dənə folikul, 52 dənə də yumurta hüceyrəsi yaranmış olacaq. Normal halda 4 il müddətində yetkin qadın orqanizmində yumurtalıqlardan birinin iştirakı ilə təxminən neçə folikul və neçə yumurta hüceyrə yetişər? Təbii ki, bayaq 52-52 tapmışdıq. Bu, hər iki yumurtalıq üçün folikul və yumurta hüceyrə idi. İndi isə bizdən bir yumurtalıqdakını istəyirsə 2 yerə bölərik. Bu da olar 26-26, yəni C variantı. Sağlam qadın orqanizmdə ən az sayda əmələ gələ bilər. Ən az sayda deyirsə, hər ay bilirik ki, yumurta hüceyrə yaranacaq, folikul yaranacaq, sarı cisim formalaşacaq, amma elə hər ayda mayalanma getmir ki, qadınlarda, ona görə zigot olacaq. Spermatozoid heç vaxt daxil olmur. Deməli, gedir yumurtalıqlara qədər gedə bilir, amma yumurtalıqlarda ola bilmir. Yəni, yumurtalıqda folikulu seçərik. Uşaqlığın sidiklik qişasının bərpasının başlanması aybaşı siklinin göstərilən günlərindən hansına təsadüf edir? Təbii ki, 6-cı gününə. Niyə 6-cı gününə? Çünki aybaşı, yəni burada da göstərdiyimiz kimi aybaşı siklinin birinci fazası olan aybaşı fazasından sonra hansı ki ikinci fazaya, aybaşdan sonraki fazaya keçəndə həmin günün birinci günündən, yəni 6-cı günündən başlamış olacaq. İlk günlərdə aybaşı fazası getmiş olur. Aşağıdakı qadının yumurtalığının enine kəsiyində folikulun yetişməsi, yəni buranı yetişməsini Z olaraq göstərilmişdir. Sonra ovulyasiya. Ovulyasiya baxıram ki, X olaraq göstərilmişdir. Ovulyasiyadan sonraki proses göstərilmişdir. Buranı da Y olaraq göstərilibdir. Bu proseslərlə əlaqəli səhv olan ifadə hansıdır?
Baxırıq, Y prosesində uşaqlığın divarı rüşeymi qəbul edə biləcək bir vəziyyətə gəlir, yəni qalınlaşır və qan damarları ilə zənginləşir. Bu fikir tamamilə doğrudur. Doğru fikirdir. Z prosesində yumurtalıqdakı follikullardan adətən biri yetişir. Z prosesində yumurtalıqdakı follikullardan adətən bu doğrudur. X, Y, Z proseslər hər bir yumurtalıqda eyni zamanda və ayda bir dəfə baş verir. Eyni zamanda baş vermir. Sol yumurtalıqda, tutaq ki, fevralda olduqda, fevraldan sonraki ayda isə digər yumurtalıqda baş verir. Yəni, hər ay bir yumurtalıqda baş vermiş olur. Ona görə C variantıdır. Z prosesi nə idi? Follikulun yetişməsi 6-cı günündə uşaqlığın divarı minimum qalınlıqda olur. Doğrudur. Aybaşı siklində baş verən prosesləri Z, X, Y doğrudur. Ardıcıllıq ilə baş verir. Diaqramda insanın aybaşı siklinin fazaları və davam etmə müddəti göstərilibdir. Biz bilirik ki, bu birinci fazadır, yəni aybaşı fazasıdır, hansı ki 4-5 gün davam etmiş olur. Aybaşdan sonraki faza B-dir. Bu da ki 9-10 gün davam etmiş olur. C isə sarı cisim fazasıdır, hansı ki bu da 14 gün davam etmiş olacaq. Baxırıq. B, yəni ki aybaşdan sonraki faza uşaqlığın silikli qişası bərpa olunmağa başlayır. Fikri doğrudur. C, aybaşı baş verir. C, sarı cisim fazasıdır. Bu doğru deyil. A, yeni follikullar yetişməyə başlayır. Aybaşı fazasıdır. Bu fikir doğrudur. C, hansı ki sarı cisim yumurta hüceyrə uşaqlıq borusunda olur. Bu fikir də doğrudur. B, uşaqlıq divarının qalınlığı maksimaldır. B, aybaşdan sonraki fazadır. Burada C olmalıydı. Ona görə də 5 səhvdir. Bizdən davam etmə müddətləri göstərilib doğru variantı istəyirsə 1, 3, 4, yəni cavabımız C variantı olacaq. İnsan orqanizmində ovulyasiya prosesinin baş verdiyi vəzi, yəni ki, yumurtalıqlar qarın boşluğunda yerləşir, xeyr, çanaq boşluğunda yerləşir. Daxili sekresiya vəzlərinə yox, qarışıq sekresiya vəzlərinə aiddir. Əsasən testosteron və androgen hormonları hazırlayır fikri yanlışdır, bu toxumluqlara aiddir. İkincili cinsiyyət əlamətlərinin inkişafına səbəb olur fikri doğrudur. Çanaq boşluğunda yerləşir fikri doğrudur. Əsasən estrogen və progesteron hormonları hazırlayır fikri doğrudur. Yəni bizdən doğru cavablarımız 4, 5, 6-dır. Növbəti sualımıza baxaq 22. Qadının yumurtalığında hansılar baş verə bilər? Follikulun inkişafı ola bilər, ovulyasiya ola bilər, sarı cisim əmələ gəlməsi ola bilər. Bir dəqiqə baxaq. Bizə yumurtalığında dediyinə görə mayalanma yumurtalıqda baş vermir, uşaqlıq borusunda baş verir. Ciftin əmələ gəlməsi isə uşaqlığın özündə baş verir. Amma yumurtalıqda sırf olaraq follikulun inkişafı, ovulyasiya və sarı cismin əmələ gəlməsi baş verəcək. X-də nə göstərilmişdir? Yumurtalıq. Y-də nə göstərilmişdir? Uşaqlıq borusu. Z-də isə uşaqlıq göstərilmişdir. İndi birincidə deyir ki, uşaqlıq bu orqanın divarından rüşeymin xovları və xovların bir hissəsindən də cift əmələ gəlir. Burada doğru yazılmayıbdır. Uşaqlığın divarından rüşeymin xovu yaranmır. Rüşeymin özünün xarici qat hüceyrələrinin inkişafı nəticəsində xov yaranır. Xovlar rüşeymə məxsusdur. Ananın uşaqlığının divarına məxsus deyil. Bunu yadınızda saxlayın. İkinci, X burada 2 cür xromosom yığınına malik hüceyrələrə rast gəlinə bilər. Söhbət yumurtalıqlardan gedir. Yumurtalıqda biz bilirik ki, gametogenez prosesi gedir. Oogenez prosesi gedir. Oogenez prosesində 3 mərhələdən ibarətdir. Birinci mərhələsi çoxalmadır, ondan sonra böyümə, sonra yetişməsidir. Çoxalma mərhələsində mitoz prosesi, yetişmə mərhələsində meyoz prosesi gedir. Və biz bilirik ki, çoxalma mərhələsində mitoz getdiyinə görə diploid xromosom dəstinə malik olacaq ilkin cinsiyyət hüceyrələri, amma yetişmə mərhələsinin sonunda yaranan qametlər isə haploid xromosom dəstinə malik olmuş olacaq. Yəni bu fikir doğrudur. Üçüncü, Y, yəni ki, uşaqlıq borusunda yumurta hüceyrəyə, spermatozoida, zigota və çoxhüceyrəli rüşeymə rast gəlinə bilər. Bəli, doğrudur. Yumurtalıqda əmələ gələn yumurta hüceyrə uşaqlıq borusuna düşür. Orada tam yetişir. Spermatozoid orada görüşür. Mayalanma burada baş verir. Zigot burada yaranır. Zigotun sonra mitoz yolundan bölünərək çoxhüceyrəli rüşeymə çevrilməsi də elə burada baş vermiş olur. Yəni bu fikir də doğrudur. Z, yəni uşaqlıq, burada müvəqqəti daxili sekresiya vəzisi əmələ gələ bilər. Bəli, cift burada yaranır. Bu da ki, müvəqqəti daxili sekresiya vəzisidir. Z burada zigot yaranır. Zigot bayaq dediyimiz kimi Y-də, yəni uşaqlıq borusunda əmələ gəlmiş olur. Bu fikir səhvdir. Yəni birinci və 5-ci variantlar səhvdir.
Cinsiyyət vəzlərinin axacaqlarının ifrazat sisteminə açıldığı insanlarda söhbət kişilərdən gedir və kişilərə aid xüsusiyyətlər boy artımı 20 yaşa qədər davam edir fikri doğrudur. Cinsiyyət xromosomuna görə iki cür qamet, yəni həm X qamet əmələ gətirə bilər, həm Y qamet əmələ gətirə bilər fikri doğrudur. Mayalanma baş verə bilər, kişilərdə mayalanma baş vermir. Qarışıq vəzlər yalnız bədən boşluğunda yerləşir. Xeyr, bədən boşluğunda yerləşmir, bədəndən kənarda yerləşmiş olur. Bu fikir də səhvdir. 13-14 yaşlarından başlayaraq qamet əmələ gəlir fikri doğrudur. Yəni bizdən açıldığı insanlarda düzgün variantları istəyirsə 1, 2 və 5 olacaq. Cinsiyyət vəzlərinin axacaqlarının ifrazat sisteminə açılmadığı yetkin insanlarda, yəni söhbət qadınlardan gedir. Gametogenez prosesi bədən boşluğunda baş verir. Bəli, çanaq boşluğunda baş verir. Boy artımı 20 yaşa qədər kişilərdə baş verir. 2 də bədən boşluğunda venoz qan arterial qana çevrilə bilər. Belə bir şey yoxdur. Biz bilirik ki, döş qəfəsində ağciyərlərdə bu proses getmiş olur. Bu fikir səhvdir. Cinsiyyət xromosomları homoloji cüt əmələ gətirmir fikri səhvdir. Homoloji cüt əmələ gətirir qadınlarda. Qarışıq vəzlər yalnız bədən boşluğunda yerləşir. Bəli, mədaltı vəzi qarın boşluğunda, yumurtalıqlar isə çanaq boşluğunda yerləşir. Bu fikir də düzdür. Və bizdən düzgün cavablar istədiyinə görə cavablarımız 1 və 5 variantlarıdır. 26-cı şəklə diqqətlə baxsaq, sağlam qadının aybaşı siklinin fazalarında uşaqlıq divarının vəziyyəti təsvir olunmuşdur. Doğru olanları seçin. Baxın, X-də aybaşı fazası göstərilmiş. Y-də aybaşdan sonraki faza, Z-də isə sarı cisim fazası göstərilmişdir. Hansı ki, biz bayaqdan deyirdik ki, 6-cı günündən minimum olaraq uşaqlığın divarı inkişaf etməyə başlayır demişdik. İndi baxaq görə birincidə qızlarda da cinsi yetişkənlik 10-12 yaşlarında başlayır. 10 yaşında da ola bilər, 11-də də ola bilər, 12-də də ola bilər. Doğru olanları seçin deyirsə, 11 yaşlı qızda X, Y, Z fazaları olmaya bilər. Əlbəttə ki, bu qız 12 yaşında çatırsa olmaya bilər. Burada heç bir qəbahət yoxdur. Z fazasında rüşeym əmələ gələ bilər. Bəli, əmələ gələ bilər. 14-cü gün ovulyasiya olar, mayalanar. Zigot da yaranar, ziqotdan sonra da rüşeym yarana bilər. Bu doğrudur. Y fazasının sonu uşaqlığın divarı maksimal qalınlığa çatır. Bu fikir səhvdir. Y fazası aybaşdan sonraki fazadır. Uşaqlığın divarından maksimal qalınlığa çatması üçün sarı cisim fazasında da bu proses baxın davam edə gedir. Yəni baxın 28-ci günə qədər davam edir. Sonra X fazasında, yəni aybaşı fazasında cift formalaşa bilər. Bu fikir səhvdir. Cift bilirik ki, döl əmələ gəlir, daha doğrusu cift əmələ gəlir 3-cü ayın 1-ci günündən. Ondan sonra döl mərhələsi başlayır. Ona görə bu fikir yanlışdır. 13 yaşlı qızda Z fazası maksimum 78 həftə çəkə bilər. 13 yaşlı qızda deyirsə, Z fazası yəni ki 78 həftə çəkə bilər deyir maksimum. Bəli. Deməli bir ildə baxaq görək bunu necə edək. Biz bilirik ki, bir ildə 13 dəfə aybaşı sikli baş vermiş olacaq ki, bu zaman 13-ü vurarıq 2-yə. Çünki hər ayda 2 həftə sarı cisim fazası olur. Baxın 14-cü gündən 28-ci gününə qədər. Və maksimum deyirsə bizə 13 yaşlı qız əgər 10 yaşından aybaşı sikli görməyə başlayıbsa 3 il ərzində X. 13-ü 2-yə vurduqda 26, 26-nı 3-ə vurduqda isə 78 edər. Bu cavabımız da doğrudur. Və bizdən nəyi istədi? Doğru olanları seçin. 1, 2 və 5. Sağlam qadının aybaşı siklin fazalarında uşaqlıq divarının vəziyyəti təsvir olunmuşdur. Doğru mülahizələri müəyyən edin. X aybaşı fazası, Y aybaşdan sonraki faza, Z isə sarı cisim fazasıdır. Z sarı cisim fazasıdır. Fikri doğrudur. Z fazasında yumurta hüceyrə uşaqlıq borusunda ola bilər. Bu fikir doğrudur. 14-cü gün ovulyasiya baş veribdir. Bu uşaqlıq borusuna yenicə düşüb, hələ də yumurta hüceyrə yetkinləşir. X fazasının sonunda uşaqlığın divarı maksimal qalınlığa çatır. Fikri yanlışdır. Maksimal qalınlığa hələ də davam eləyir. 28-ci günə qədər uşaqlığın divarı inkişaf edə gedir. Ovulyasiya üçün ən əlverişli vaxt Z fazasının sonudur. Z fazasının sonu gecikmədir. 28-ci gündə ovulyasiya 14-cü gündə baş verir. Bu fikir səhvdir. Y fazası 11 yaşlı qızda baş verə bilər.
Y fazası. Əlbəttə ki, qızlar 10-12 yaşında cinsi yetişkənliyinə çatdığına görə Y fazası 11 yaşlı qızda da baş verə bilər. Yəni aybaşdan sonrakı faza. Bizdən də doğru mülahizələri istədiyinə görə 1, 2 və 5-ci cavablar doğrudur. Sağlam qadının 28 günlük aybaşı sikli təsvir olunmuşdur. Doğru olmayan mülahizələri müəyyən edin. Birinci faza aybaşı fazadır. İkinci faza aybaşdan sonraki faza. Üçüncü faza isə sarı cisim fazasıdır. Mayalanma prosesi yalnız birinci fazada baş verə bilər. Aybaşı fazasında yumurta hüceyrə heç əmələ gəlməyibdir. Necə baş versin? Səhvdir. Üçüncü fazada əmələ gələn vəzi daimi yox, müvəqqəti daxili sekresiya vəzisidir. Ona görə 2 də səhvdir. Bizdən də doğru olmayanları istəyir. Birinci və ikinci fazaların maksimum davam etmə müddətlərinin cəmi 19 gündür. Baxaq. Deməli, birinci faza 4 və 5 gün davam edir. İkinci faza isə 9-10 gün davam edir. Əgər bunun maksimum 5-ini, bunun maksimum 10-unu götürsəm, cəmsi 15 edir. Deməli, 3 də səhvdir. 4-10 yaşlı qızda 1-2, 3-cü fazalar olmaya bilər. Bəli, qızlar 10-12 yaşında cinsi yetişkənliyə çatır. Olar ki, 10 yaşında aybaşı sikli görməsin, 11-də, 12-də görsün. Ona görə bu fikir doğrudur. İkinci fazanın maksimum davam etmə müddəti 10 gündür. Bayaq da bunu biz qeyd etdik. Bu fikir də doğrudur. Bizdən yanlış cavablar istəyirsə 1, 2, 3 olacaq. Verilənlərin adlarını müəyyənləşdirib düzgün olanları seçin. F-də yumurta hüceyrəsi inkişaf edir. Fikri doğrudur. M yumurta hüceyrənin, yəni uşaqlıq yolundan söhbət gedir, tam yetişdiyi yerdir. Bu fikir yanlışdır. Yumurta hüceyrənin tam yetişdiyi yer uşaqlıq borusudur. Rüşeymin tam formalaşdığı yerdir. Rüşeymin tam formalaşdığı yerdir fikri el səhvdir. Çünki uşaqlıqda rüşeym tam formalaşır. K meyoz prosesinin getdiyi yerdir. K yumurtalıqdır. Bəli, orada qametlərin əmələ gəlməsi üçün meyoz prosesi gedir. Düzgün variantlarımız 1-4-dür. 30. Sağlam qadında sarı cisim fazalarından davam etmə müddəti 140 gün təşkil etmişdir. Bu müddət ərzində qametogenezin yetişmə mərhələsinin sonunda əmələ gəlmiş yönəldirici cisimciklərin sayını müəyyən edin. 140 gün təşkil etmişdirsə, yazıram 140 gündə x ədəd yönəldirici cisimcik əmələ gəlmişsə, bir ayın içərisində 14 gün sarı cisim fazası baş verir və bu zaman 3 ədəd yönəldirici cisimcik əmələ gəlmiş olur. Bu zaman 14 ilə 140 ixtisar gedər və cavabımız 30 olar. Burada qeyd edirik 30. Sağlam qadında növbəti sualımıza baxırıq. 31-ci sual. Sağlam qadında sarı cisim fazalarının davam etmə müddəti 140 gün təşkil etmişdir. Bu müddət ərzində qametogenezin yetişmə mərhələsinin sonunda əmələ gəlmiş yönəldici cisimciklərdə autosomların sayının cəmini müəyyən edin. 140 gündə x-dırsa, 14 gün, yəni bir ayın içərisində 14 gün sarı cisim fazası müddəti olursa, bu zaman 3 dənə yönləndirici cisimcik əmələ gəlir ki, hər birinin autosom, xromosom sayı 22-dir. Bunları ixtisar alıb apardıqda cavabımız 660-a bərabər olacaq. 32-ci suala baxırıq. Sağlam qadında boy artımı davam etdiyi müddət ərzində 28 günlük, yəni qızlarda 18 yaşına qədər davam etmiş olur boy artımı. 28 günlük aybaşı sikli şəraitində maksimum neçə folikul yetişə bilər? Aybaşı sikllərinin sayı yetişmiş yumurta hüceyrələrinin sayına bərabər olduğu halda. 28 gündən bir aybaşı siklində bir ildə 13 dəfə folikul yetişmiş olur və bu qız da maksimum sayda bizdən neçə folikul istəyirsə 10-12 yaşda cinsi yetişkənliyini çatdığını nəzərə alaraqdan maksimumu tapmaq üçün 10 yaşdan hesablayarıq. 18 yaşdan 10 yaşı çıxdıqda 8 il edir və bir ildə 13 dən folikul yetişibsə 8 ildə x-dir. Buradan da x-i tapdıqda 8 dəfə 3 24, 2 yadda 104 cavabımız 104-ə bərabər olmuş olacaq. 33-ə baxırıq. Orqanizmində 12 yaşdan fasiləsiz olaraq normal aybaşı sikli baş verən qızda hər yumurtalıqda 33 folikul yetişmişsə, hərəsinə 33 yetişibsə, ikisində birlikdə 66 dənə folikul yetişibdir. Və biz bilirik ki, bir ildə normalda 13 folikul yetişirsə, 66 dənə ümumi folikul x bərabərdir. Təqribən 5 il etmiş olar. Bu qız da 12 yaşından
etibarən normal aybaşı tsikli görürsə, 12-nin üstünə 5 gələrik, cavabımız 17 edər. Burada cavabımız 17-yə bərabər olacaq. 34-cü sual. 32 yaşında olan qadının 12 yaşından etibarən normal aybaşı tsikli keçirdiyini nəzərə alaraq, onun sol yumurtalığında cəmi neçə folikulun yetişdiyini hesablayın. 34-cü sual. 32-dən çıxarıq 12. 20 ildir ki, artıq aybaşı tsikli görür və onun sol yumurtalığında cəmi neçə folikulun yetişdiyini hesablayın deyir. Bir ildə hər ikili yumurtalıqda 28 gündən bir 13 dənə folikul inkişaf edir. Bəs 20 ildə neçə dənə hər ikisində inkişaf edər? Hər ikisində 260 dənə. Bu hər ikisidir. Bəs birində neçə dənə olacaq? 260-ı bölərik 2-yə bərabərdir 130 olacaq. Növbəti sualımıza baxırıq. Aha, 35-ci suala baxırıq. 35-ci sualda bizə sualda 32 yaşında olan qadının 12 yaşından etibarən normal aybaşı tsikli keçirdiyini nəzərə alaraq, onun hər iki yumurtalığında cəmi neçə folikulun yetişdiyini hesablayın. Biz nə edərik? 32-dən çıxarıq 12-ni. Görək ki, bu neçə ildir aybaşı tsikli görür? 20 ildir ki, aybaşı tsikli görür. 2 yumurtalığında cəmi neçə folikulun yetişdiyini hesablayaq. 1 ildə 13 dənə folikul əmələ gəlirsə, 20 ildə x bərabərdir 260 dənə folikul əmələ gəlmiş olacaq. 36-cı suala baxırıq. Əgər qadın orqanizmdə sarı cisim fazalarının ümumi müddəti ən çox 520 həftə çəkibsə, onda bu qadının maksimum neçə yaşı olar? Bunun neçə yaşı ola bilər? X yaşı ola bilər. Deməli, həftə çəkibsə, onda bu qadının aybaşı tsikli şəraitində və hamiləlik baş verməmişdir. 520 həftə çəkibsə. Deməli, bir ildə 13 dəfə folikul yaranır və hər bir folikulun yaranmasında belə deyək də 2 həftə çəkir. Bu şəkildə yazmayaq. Belə eləyək 36-cı sualda. Birincisi 520 həftə x aydırsa, 2 həftə 1 aydır. Buradan ixtisar etməyimiz nəticəsində x bərabərdir 260 ay. Əgər qadın orqanizmdə sarı cisim fazalarının ümumi müddəti ən çox 520 həftə çəkibsə, onda bu qadının maksimum neçə yaşı olar? 36-cı sualda 520 həftə verilibsə, birincisi ayı tapaq. 2 həftə 1 ayda sarı cisim fazasının müddətidir. Və bunu ixtisar apardıqda x ayımız bərabərdir 260 ay olur. Və belə deyək, bir ildə 28 gündən bir aybaşı siklində 13 ay kimi götürsək, 260 ayımız ixtisar apardıqda bərabərdir. Nə qədər edir? 20 il edir. Və bizdən də bu qadının maksimum neçə yaş olduğunu istəyirsə, 12 ilə hesablayaq. 12 yaşında cinsi yetişkənliyə çatırsa, 12-nin üstünə 20 gəlsək maksimum etdiyinə görə elə 12 ilə hesablayırıq ki, 32 olur. Düşünün, onun üstünə 20 gəlsəz 30 olacaq. Maksimum yaş alınmayacaq. Buna görə də cavabımız 32 olacaq. Sonra 37-yə baxırıq. Əgər qadın orqanizmdə sarı cisim fazalarının ümumi müddəti ən çox 416 həftə çəkirsə, onda bu qadının maksimum neçə yaşı olar? Yenə də gəlin indi ümumi şəkildə edək. 416-da x il olarsa, 13 ay vurulsun 2 həftədə, deməli 1 il olar. 13-i 2-yə vurduqda 26, 416-nı 26-ya böldükdə, içində bir dəfə 26, nə qədər edər? 5, 1, 6, sonra 6 dəfə
6 dəfə edər, yəni 16 il etdi. Maksimum istəyirsə yenə 10 yaş götürməliyik. 12 yaşdan cinsi yetişkənliyinə çatmış kimi götürərik. 12-nin 16 gəldikdə 28 yaş etmiş olacaq. Növbəti sualımız 38-ci sual. Aşağıda sağlam qadının normal postembrional inkişaf dövründə baş verən ovulyasiya sayının onun yaşından asılı qrafiki verilmişdir. Aha. Qrafik əsasən X-in maksimum qiymətini müəyyən edin. Ovulyasiyanın sayı bir ildə 28 günlük aybaşı siklində 13 dənə ovulyasiya baş verir. 416 ovulyasiya X ildə baş verir. Və biz buradan X-i tapsaq, içində belə deyək 3 dəfə 39, 26-nın içində 2 dəfə edər. Yəni 32 edər. Və maksimum yaş istəyirsə 10-12 yaşdan 12 yaşı götürərəm ki, maksimum yaş alım. O da 44 yaş etmiş olar. 39-cu suala baxırıq. Və burada bizdə minimum qiymətini hesabla deyir. Ovulyasiya sayını veribdir. 416 ovulyasiya X ildə baş verirsə, 13 ovulyasiya 1 ildə baş verir. Və bunu ixtisar apardıqda yenə də 32 edər. Minimum istədiyinə görə 32-nin üstünə 10 gələrəm və 42 etmiş olar. Cavabımız 42. 40. Aşağıdakı sağlam qadının normal postembrional inkişafı dövründə baş verən ovulyasiya sayının 10 yaşından asılı qrafiki verilmişdir. Qrafikə əsasən X-in minimum qiymətini müəyyən edin. Yenə də 40-dan 208 ovulyasiya baş verən il X-dırsa, 13 ovulyasiya 1 ildə baş vermiş olur. 1 dəfə və 6 dəfə, yəni X-imiz 16 edər. Bizdən də minimum qiymətini hesabla deyirsə, 10-12 yaşa qız cinsi yetişkənliyə çatırsa, 16-nın üstünə 10-u gəldikdə 26 edər. Burada qeyd edirik 26. 41-ci sual. Uyğunluğu müəyyən edin. Cənab boşluğundan xaricidə yerləşir. Toxumluğu qeyd edərəm. Dölün inkişafı burada gedir. Uşaqlığı taparam. Yumurta hüceyrənin tam yetişdiyi yerdə uşaqlıq borusunu taparam. C variantı. AD, C şəklində qeyd etmiş olaram. Yetkin qadın orqanizm üçün uyğunluğu müəyyən edin. 1-də yumurtalıqlar, 2-də uşaqlıq borusu, 3-də isə uşaqlıq göstərmişdir. Qadın orqanizmin ontogenezi başlayır. Kişinin də qadın da ontogenezi uşaqlıq borusundan. Yumurta hüceyrə yumurtalıqda. Bətndaxil inkişafın dövrü başa çatır. Təbii ki, uşaqlıqda. Döl formalaşır uşaqlıqda. Mayalanma baş verir 2-də, yəni Y variantı. 1-də B, 2-də gedəcək AY, 3-də isə C-dədir. Yetkin qadın orqanizm üçün uyğunluğu müəyyən edin. Kişi orqanizmin ontogenezi başlanır. Kişi də qadın da ontogenezi uşaqlıq borusundan başlayır. Çünki mayalanma prosesi buradan gedir. Folikullarda yumurta hüceyrə inkişaf edir B, 1-ə gedəcək yumurtalığa. Qarışıq sekresiya vəsiqəsidir C. Zigot əmələ gəlir. Zigot uşaqlıq borusunda yaranır D. Bətndaxil inkişafın dövrü başa çatır. 3-də isə Y olmuş olacaq.